Salam dostlar, söz analizi rubrikasında bu dəfə Füzulinin Leyli və Məcnun poemasında bir məqama diqqətinizi çəkmək istəyirəm. Demək, Leyli evdə pərişandır, ah-nalə eləyir, Məcnun isə səhradadır. Məcnun birdən görür ki, bir nəfər başqa birinin boynuna zəncir salıb harasa aparır. Yaxınlaşır onlara, deyir ki, bu kimdir belə, bu əsirdirmi, hara aparırsan? Zəncirdən tutan adam deyir ki, əsir zat deyil, bu mənim dostumdur, yəni bizim dolanışığımız bu cürdür, yəni mən zəncir salıb bu adamın boynuna qapı-qapı gəzdirib sədəqə yığıram və həmin sədəqəni də düz ortadan yarı bölüb yaşayırıq. O saat Məcnunun ağlına gəlir ki, bu zənciri öz boynuna salıb qapı-qapı gəzsin və bu bəhanə ilə Leyligilə də getsin və onu da görsün. Və kişiyə deyir ki, bu əslində bu zincir ağıllı adamlar üçün deyil, bu zincir dəlilər üçündür, mən də dəliyəm. Sal mənim boynuma, məni qapı-qapı gəzdir, heç sənin o yarı verdiyin qazancı da istəmirəm. Müftəcə eləcə hərlənim, sən də öz deməli sədəqələrini yığ. Kişi razılaşır, həmin adamı başqa birinin o boynunda zəncir olanı azad edib, zənciri Məcnunun boynuna salır. Tövqü zənciri cünun, bax, həmin anlayışdır. Yəni, dəlilik zəncirinin, dəlinin boynundakı zəncirin həlqəsi mənasındadır ki, Füzuli başqa bir qəzəlində onu işlədib və həmin vaxtlarda dəliləri zəncirə vururdular, zəncirlə bağlayırdılar ki, təhlükə törətməsin. Məcnun boynunda zəncir qapı-qapı gəzə-gəzə gəlib Leyligilin həyətinə çıxır. Leyli də bu vaxt görür dilənçi gəlib, sədəqə aparır verməyə ki, o niyyətlə ki, nə vaxtsa Məcnunu görsün və çıxır. Görür ki, sədəqə vermək istədiyi, görmək arzuladığı adam sahil kökündə, boynunda zəncir, bunun qapısında dayanıb. Bu məqama çatanda mən kitabı bağlayıb düşündüm. Yəni, bura qədər də mən Leyli və Məcnunu oxuyanda dəfələrlə yumruğumu stola vurub qalxmışdım. Yəni, havalanırdım da belə deyək, doğrudan da Füzuli məni havalandırırdı. Heyrət edirdim ki, bu möhtəşəmlik hardandır, bu istedad hardandır. Yəni, mənim yaradıcılıq, zövq, istedad, bütün o nə qədər sərhədlərim varsa, Füzuli hamısını zorlamışdı. Yəni, onu genişləndirirdi. Yəni, mənim təsəvvürümdə şeirin bu qədər möhtəşəmliyi mənim təsəvvürümdə belə yox idi ki, yəni bu cür şeir yazmaq olar, bu qədər möhtəşəm gedişlər eləmək olar. Və burada kitabı bağladım və Füzuli ilə beynimdə bir intellektual oyuna girdim. Dedim, ilahi, mən yazıcıyam, vəzini də qoyuram qırağa, qafiyəni də qoyuram qırağa. Həmin bu məqamda mən nə yazardım burada? Bir cümlə lazımdır orada. Yeri gəlmişdən həmin hissədə Füzuli yazır ki, bu qəzəl Leyli dilindəndir. Yəni, Leyli Məcnunu görür, Füzuli yazır, bu qəzəl Leyli dilindəndir və bağladım kitabı, qəzəli oxumadım.